Prezident İlham Əliyevin sərəncamı ilə Süleyman Surxoyoğlu Mikayılov Bakı şəhəri Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilir. Reallıq TV onun tərcümə halını təqdim edir. Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-sində anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər Orta İxtisas Musiqi Məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə Səma Kiçik Müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı şəhər Gömrük İdarəsinin qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ildə Yardımlı rayon icra hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran şəhəri icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 4 may 2010-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin edilib. 30 yanvar 2026-cı ildə Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. 3 noyabr 2010-cu ildən 2014-cü ilə qədər Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub. Ailəlidir, 2 övladı var. Xatırladaq ki, bir neçə gün öncə Reallıq TV Media qrupunun rəhbəri İkram Rəhimov Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovu ağır cinayətlərdə ittiham etmiş və onun himayədarı Kəmaləddin Heydarovla işbirliyi barədə məlumatlar vermişdi. Həmin məlumatlarda qeyd olunurdu ki, Süleyman Mikayılov və Kəmaləddin Heydarov cütlüyü dövlətə xəyanət etmiş, zamanında onların cinayət əməlləri örtbasdır edilmişdi. Həmin materiallar dərc olunandan sonra bir sıra faktlar ortaya çıxdı ki, Kəmaləddin Heydarov və Süleyman Mikayılov dövlətə xəyanət maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli olan halda onlar bəzi qüvvələr tərəfindən, xüsusən də Rusiya tərəfindən himayəyə alınıblar.